Azərbaycan Respublikasının Müdafiə Nazirinin təsdiq etdiyi plana əsasən Zəfər gününün 5-ci il dönümü münasibəti ilə Sumqayıt şəhərində təntənəli hərbi yürüş keçirilir. Saat 10:00-dan Dənizkənarı bulvarı boyunca Azərbaycan ordusunun hərbi qulluqçularının iştirakı ilə möhtəşəm yürüş təşkil olunub. Hərbi orkestrın müşayiəti ilə səslənən vətənpərvərlik ruhunda musiqilər yürüşə xüsusi bir qürur və coşqu ab-havası qatıb. Tədbirin əsas məqsədi Azərbaycan xalqının 44 günlük vətən müharibəsində qazandığı tarixi qələbəni bir daha xatırlamaq, şəhidlərimizin müqəddəs xatirəsini anmaq, qazilərimizin şücaətini təbliğ etmək və ordumuza olan dərin ehtiramı nümayiş etdirmək olub. Zəfər gününün 5-ci il dönümü münasibəti ilə Sumqayıtda hərbi yürüş keçirilib. Hərbi orkestrin müşayiəti altında təşkil olunan yürüş Sumqayıt bulvarı ərazisində baş tutub. Yürüş zamanı şəhər sakinləri və qonaqlar tədbiri böyük maraq və qürur hissi ilə izləyiblər. Hərbi geyimdə nizami sırada addımlayan hərbiçilər alqış səsləri ilə qarşılanıb 2020-ci il 8 noyabrda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı qələbə təkcə hərbi uğur deyil, həm də xalqımızın birliyinin, milli ruhunun və sarsılmaz iradəsinin təntənəsidir. Yürüşdə orkestrın ifasında səslənən zəfər marşları, eləcə də hərbiçilərin intizam və qətiyyət dolu addımları tədbiri daha da təsirli edir. Zəfər gününə həsr olunmuş bu yürüş Sumqayıtda keçirilən silsilə tədbirlər arasında ən möhtəşəmlərdən biri kimi yadda qalıb. Tədbir həm şəhər sakinlərində, həm də gələn qonaqlarda dərin vətənpərvərlik hissi yaradıb. Ordumuza və dövlətimizə olan sevgini bir daha gücləndirib. Elvin Qudrətov, Şəmstan Fikrətli, Brus İsmailov bugün informasiya proqramı üçün.